Şillə vursam sakitləşər. Panik atağa düşən adama bir fikirləşib bir kömək eləmək lazımdır. Amma o insan ki, yanındakı insan dəhşətlə qarşılayır. Ay Allah, görəsən buna nə oldu? Təcili yardım çağırın. Təcili yardım çağırın. Mən təcili yardım çağıran deyirəm. Mən konkret məsələn həll eləyən tərəfdarıyam. Kökündən necə kəsəcəm bunu? Yəni kökündən kəsmək yox ha. Yəni həmin an necə kömək eləyəcəm? Həmin an nə etməliyəm? Həmin an tənəffüs tənəffüs texnikası çox yaxşı işə yarayır. Yəqin ki, sizə də deyiblər. Dərindən qarın tənəffüsü, qarın tipli tənəffüs deyirlər. Dərindən nəfəs alıb 7 saniyə ərzində, sonra 7 saniyə saxlayırıq və 7 saniyə ərzində yavaş-yavaş buraxırıq. Bu çox kömək eləyir. Yəni bunu profilaktik olaraq bir dərman kimi də yazırsan insana. Deyirsən ki, məsələn, gündə 3 dəfə, heç olmasa səhər, gün orta, axşam bunu məsələn 5 dəfədən başda 7 dəfə, 10 dəfəyə qədər artırsan əla. Əgər belə oturulan vəziyyətdə eləyə bilmirsə, baş gicəllənməsi olursa, uzanaq vəziyyətdə də eləmək olar.